Alov güllələrinin ətraf ərazisində hidrogeoloji və sürüşmə ilə bağlı tədqiqat işləri aparılacaq. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat əldə edilib. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin tikilməkdə olan obyektlərin birləşmiş müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb. Sözü gedən tədqiqat işlərinin icrası ilə əlaqədar olaraq Yaponiyanın Shiny Kaisha şirkəti ilə müqavilə bağlanılıb. Eyni zamanda nazirlik şirkətlə daha bir müqavilə bağlayıb ki, burada da alov güllələri ətraf ərazisini hidrogeoloji və sürüşmə tədqiqat avadanlıqlarının gətirilməsi də öz əksini tapıb. Fövqəladə Hallar Nazirliyinin Yaponiyanın Shiny Kaisha şirkəti ilə bağladığı müqavilələrin ümumi maliyyə dəyəri isə 940 min manatdan çoxdur. Qeyd eləyək ki, alov güllələri Bakı şəhərində ən hündür 3 çoxmərtəbəli binalardan ibarət kompleksdir. Binaların hündürlüyü 190 metrdir. Tikilinin ümumi sahəsi 235 min kvadrat metrdir. Binanın tikintisini 2007-ci ilin oktyabr ayında başlanılıb. 2013-cü ildə isə bina təhvil verilib. Tikinti işini Azərbaycan Türk kompaniyası Dia Holding yerinə yetirib. Kompleks xarici görünüşü ilə alov dillərini xatırladır. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri məhz alov güllələridir.